Reseptlərdə hormonal dərmanların yazılmağı qadağan olundu. Hansı ölkədə və niyə sualların cavabı birazdan olacaq. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Qocalıq həmişə gücün və fərahlığın itməyidir. Xeyr, elə deyilmiş. 12 il ərzində aparılan araşdırmalar göstərib ki, qocalıq heç də gücdən düşmək deyil. Niyəsini isə indi biləcəksiniz. Bəzi insanlar yaşlandıqca daha gümrah olur. 12 il davam edən geniş miqyaslı milli araşdırmanın nəticələri yaşlanmanın fiziki və zehni zəifləmə ilə müşayiət olunduğu stereotipini inkar edir. Tədqiqat göstərib ki, bir çox insan yaşlandıqca təkcə sağlamlığını qoruyub saxlamır. Hətta bəzi hallarda fiziki və idrak qabiliyyətlərini yaxşılaşdıra bilir. Araşdırma zamanı müxtəlif yaş qruplarından olan iştirakçıların sağlamlıq göstəriciləri, fiziki aktivliyi və koqnitiv funksiyaları uzun müddət izlənilib. Nəticələr göstərib ki, yaşlı insanların əhəmiyyətli bir hissəsində zaman keçdikcə yaddaş, diqqət və ümumi fiziki vəziyyətdə yaxşılaşma müşahidə olunub. Alimlər bildirib ki, yaşlanmağa münasibət də sağlamlığa təsir edə bilər. Yaşlanmanı daha pozitiv qəbul edən insanlarda sağlamlıq göstəricilərinin yaxşılaşma ehtimalı daha yüksək olub. Bu isə psixoloji yanaşmanın və cəmiyyətin yaşlanmaya dair baxışlarının insanın uzun müddətli sağlamlıq dinamikasına təsir göstərə biləcəyi göstərilib. – 18 yaşına qədər uşaqlara hormonal dərmanların yazılmağı qadağan elədi. Bu qanun Böyük Britaniyada qəbul olunub. Təəssüflər olsun ki, bir müddət əvvəl hətta yetkinlik yaşına çatmayan uşaqların belə cinsiyyət dəyişməyinə icazə verilirdi. İndi isə deyəsən nəhayət bu qərar yenidən gözdən keçirilməyə başlayır. Hormon terapiyası qadağan edildi. Böyük Britaniyada National Health Service 18 yaşdan kiçik şəxslərə gender dəyişimi ilə bağlı hormon terapiyası üçün yeni reseptlərin verilməsini müvəqqəti dayandırıb. Qurumun qərarı aparılan geniş araşdırmadan sonra qəbul olunub. Araşdırmada bildirilib ki, bu müalicənin fayda və ya zərəri ilə bağlı mövcud elmi sübutlar çox azdır və dəqiq nəticə çıxarmağa imkan vermir. Hormon terapiyası insanın bioloji cinsindən fərqli olaraq seçdiyi genderə uyğun fiziki xüsusiyyətlərinin formalaşmasına kömək edə bilər. Lakin bu müalicə səsin qalınlaşması və ya bədəndə digər dəyişikliklər kimi geri dönməyən təsirlərə səbəb olur. Yeni qərar əsasən 16-17 yaşlı yeniyetmələrə təsir edəcək. Artıq hormon qəbul edən şəxslər isə müalicəni davam etdirə biləcək. Lakin onların müalicə planı həkimlər tərəfindən yenidən nəzərdən keçiriləcək. Qurum eyni zamanda uzun müddətli tövsiyələrin hazırlanması üçün 90 günlük ictimai müzakirələrə başlayıb. Transgender hüquqlarını müdafiə edən bəzi təşkilatlar isə bu qərarı ayrı seçkilik kimi qiymətləndirərək hüquqi addımlar ata biləcəklərini bildirib. 15 mindən çox uşağın əziyyət çəkdiyi nadir xəstəliklə bağlı yeni preparat artıq təsdiqini tapıb. Təsdiqini tapmaqla qalmayıb, hətta bəzi könüllü olaraq istifadə edən uşaqlarda da kifayət qədər nəticələr əldə edib. Uşaqların valideynləri deyir ki, övladlarımız normal həyata qayıtmağa başlayıb. Ağır epilepsiya forması olan Dravet sindromu ilə doğulan uşaqlar üçün yeni dərman tapılıb. Alimlərin hazırladığı preparat xəstəliyin əsas səbəbinə, beyin hüceyrələrinin fəaliyyətinə təsir edən genetik qüsura yönəlib. Araşdırmalara görə dərman onurğa nahiyəsindən inyeksiya yolu ilə verilərək beyin omurilik mayesi vasitəsilə beyinə çatdırılır və sinir hüceyrələrinin normal işləməsinə kömək edir. Stock Therapeutics şirkəti tərəfindən hazırlanmış preparatın ilkin klinik sınaqlarının nəticələri New England Journal of Medicine-də dərc olunub. Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada aparılan sınaqlarda dərmanı qəbul edən uşaqlarda tutmaların sayı bəzi hallarda 90%-ədək azalıb. Böyük Britaniyada yeni müalicə növünü alan ilk uşaqlardan biri 8 yaşlı Freddie Truvel'dır. Onun tutmaları əvvəllərə görə 100 dəfə olduğu halda indi həftədə bir neçə dəfə baş verir. Həkimlər bildirib ki, əlavə tədqiqatlar aparılsa da bu nəticələr ağır epilepsiya ilə yaşayan ailələr üçün böyük ümiddir. Minlərlə insan qida qəbulunu və kommunal xərclərini azaldır ki, həkimə getsin. Amerikada aparılan böyük bir araşdırmanın nəticələri belədir.
82 milyon insan müalicə üçün yeməkdən imtina edir. Amerika Birləşmiş Ştatında milyonlarla insan tibbi xidmətlərin yüksək qiyməti səbəbindən gündəlik xərclərini azaltmağa məcbur qalır. West Hills Gallup Center of Healthcare in America tərəfindən aparılan sorğu göstərib ki, ölkədə 82 milyondan çox amerikalı tibbi xərclərini ödəmək üçün qida, kommunal xidmətlər və nəqliyyat kimi əsas ehtiyaclara qənaət edir. Təxminən 20 min yetkin arasında keçirilən sorğuya görə respondentlərin 1/3 tibbi hesabları ödəmək üçün ən azı bir gündəlik xərci azaltmalı olduğunu bildirib. Bəziləri yeməkləri buraxır, bəziləri isə istilik və elektrik kimi kommunal xərclərini minimuma endirir. Mütəxəssislər bildirib ki, bu vəziyyət ölkədə səhiyyə xidmətlərinin əlçatanlığı ilə bağlı böhranın göstəricisidir. Tibbi xərclərin artması və əhalinin sağlamlıq problemlərinin çoxalması xidmətlərə tələbatı da artırır. Ekspertlər xəbərdarlıq edir ki, tibbi sığortanın azalması vəziyyəti gələcək illərdə daha da ağırlaşdıra bilər. Yadınızdadırsa yaşlı nənələr, babalar daim crossword həll eləyər, şahmat oynayardı. Amma son illərdə bu yoxdur və nəticə etibarilə yaddaş zəifləyir, Alzheimer kimi xəstəliklərin sayı çoxalır. Ona görə yaşlılığınızda qohum-əqrabanı, doğmaları tanımaq istəyirsinizsə, şahmat oynamağa başlayın. Şəxsən mən bacarıram. Zehni fəaliyyət Alzaymeri gecikdirə bilər. Yeni araşdırma göstərib ki, zehni aktivliyi qorumaq Alzaymer xəstəliyinin inkişafını gecikdirə bilər. Oxumaq, yazmaq, xarici dil öyrənmək, şahmat oynamaq və ya müxtəlif məntiq tapmacalarını həll etmək kimi fəaliyyətlər beynin fəaliyyətini gücləndirərək demensiya riskini azalda bilər. Chicago'dakı Rush University Medical Center alimlərinin apardığı tədqiqatda 53-100 yaş arasında olan təxminən 2000 nəfər 8 il ərzində müşahidə edilib. Araşdırmanın nəticələri Neurology jurnalında dərc olunub. Məlum olub ki, zehni fəaliyyətlə müntəzəm məşğul olan insanlarda Alzaymer xəstəliyinin yaranması orta hesabla təxminən 5 il daha gec baş verir. Mütəxəssislər bildirib ki, beynin davamlı məşq etdirilməsi koqnitiv ehtiyat adlanan qoruyucu mexanizmi gücləndirir. Bu isə beynin yaşlanma və xəstəlik nəticəsində yaranan zədələrə qarşı daha davamlı olmasına kömək edir. Alimlər həmçinin fiziki aktivlik, yuxu və sağlam həyat tərzinin də beyin sağlamlığı üçün mühüm olduğunu vurğulayıb. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.